Selamünaleyküm, hepinizi hoş gördük. Yeni bir videomuzda sizlerle birlikteyiz. Videomuza başlamazdan önce sizlerden xahişim videolarımızı beğenip paylaşmağı, öz fikirlərinizi bizimle bölüşmeyi unutmayın. Allah herkesin təsərrüfatına bərəkət versin. Demək, bu günləri sizlərə nəyi sizdən bölüşmək istəyirəm? Bizim heyvanlara gündəlik verdiyimiz yem rasyonu, istər yem olsun, istər ot olsun. Bu nədən ibarətdir? Onunla bağlı sizə bir məlumat vermək istəyirəm. Bu gördüyünüz bitki toxumlarının jımıqlarıdır. Bu birincisi günəbaxan tumunun, yəni qabıqsız günəbaxan tumunun jımığıdır. Bir bunu veririk biz heyvanlarımıza gündəlik yem rasyonunda. Bu qara zirə toxumundan yağ alındıqdan sonra geriyə qalan jımıqdır. Bu da yem rasyonumuza daxildir. Bu görmüş olduğunuz ala qanqaldır. Bildiyimiz o çöldə bitən o qanqal ki var. O qanqalın toxumundan yağ alındıqdan sonra geriyə qalan jımıqdır. Hansı ki bu da bizim gündəlik heyvanlara verdiyimiz yem rasyonunun tərkibindədir. Bunu biz özümüz təqribi bir müəyyənləşdirmişik. Bu balqabaq tumunun yağ alındıqdan sonra geriyə qalan o jımıqdır. Bu da rasyonun içərisindədir. Ən sonuncususa burada gördüyünüz o balacalar, hasılar ki bunlar küncütün küncüt var, küncüt toxumunun yağ alındıqdan sonra geriyə qalan jımıqlardır. İndi bunların hər biri haqqında sizə ətraflı məlumat verəcəm ki, bunlar nə üçündür, nəyə görə bunu veririk, bunların ümumiyyətcə faydası nədir heyvana. Bununla bağlı sizə məlumat verəcəm. Demək, biz bunları birinci suda isladılıq, suya qoyuruq. Bu suda tam ıslanır. İndi sizə göstərəcəm. Bu suda ıslandıqdan sonra bunu yem rasyonunda olan digər yemlərlə qarışdırıb heyvanlarımıza veririk. Və burada görürsünüz indi bu şəkildə bunu biz üzərinə su tökürük. Bu tam ıslanır suda. Ondan sonra digər rasyonda olan digər yemlərlə qarışdırırıq. Demək, burada bayaq dedim sizə, günəbaxan tumunun jımığı əsasən daha çox proteinlə zəngindir. O qabıqlı olanda yağı daha çox olur. Qabıqsızın jımığındasa protein daha çox olur. Yağ da olur, amma protein daha çoxdur, daha zəngindir. Küncüt yenə onun kimi əsasən tərkibində yağ və protein daha çoxdur. Qara zirədə yağ daha çox olur, protein də var, amma qara zirə əsasən heyvanlara veririk. O biraz da acı olduğuna görə o rasyonda biraz azdır. Bu barədə də məlumat verəcəm ki, arasında nə qədərdir. O da daha çox heyvanın ümumi immunitetini gücləndirmək üçün, xəstəliklərdən qorumaq üçün daha çox onu veririk. Busa nədir? Demək, görmüş olduğunuz ot üydürülmüş otdur. Bunu da rasyona görə qatırıq ki, bu da qatdıqlarımızdan biridir. Daha çox lift üçün bunu qatırıq ki, həzmi yaxşılaşdırsın. Bir digər də buğdanın kəpəyidir. Buğdanın kəpəyində yenə həm bu proteinlə zəngin olur, həm də həzm üçün lif daha çox olduğuna görə bunu da əlavə edirik ki, lif kimi həzmi yaxşılaşdırsın. Bundan əlavə, demək, nə qatırıq biz heyvanlarımızın yeminə? Arpa, buğda və qarğıdalının üydürülmüşünü. Bizim indi göstərəcəm sizə bir balaca mini bir yem üydənimiz var. Yəni bizim üçün yetərlidir hal-hazırda, çox böyüyünə ehtiyac yoxdur. Burada da qarğıdalını, arpanı və buğdanı üydüb, qarışdırıb, bütün o yemlərin hamısını qarışdırdıqdan sonra heyvanlarımıza veririk. Demək, digər o jımıqlarsa hansı ki orada sizə göstərdim. Ala qanqalın jımığı əsasən lazımdır heyvanlara, qaraciyərini heyvanın qoruyur. Onu hər gün vermək olmaz, zərər eləyə bilər. Onu biz bir gün ala qanqalı veririk, bir gün də balqabaq tumunun jımığını veririk. O da daha çox heyvanın mədə-bağırsaq sistemindəki parazitlərə qarşı mübarizə üçün daha yaxşıdır. Ümumi bizim verdiyimiz bayaq saydığım 5 növ jımıq, 3 növ bu dənli bitkilər, buğdanın kəpəyi, bir də otumu. Bizim yem rasyonumuz bu 10 fərqli
yemdən təşkil olunur. İndi bir-bir sizə mən məlumat verim ki, bunların nə qədər miqdarda veririk. Demək, ümumi rasionun 50%-ni jımıqlar, 50%-ni də arpa, buğda, qarğıdalı və kəpək təşkil edir. Otunlu orada ekstra, sırf lif olsun deyə veririk. 50% jımıqları da belə bölmüşük ki, orada bir təqribən 20% günəbaxanın tumu, 20% küncütün tumu, hardasa bir 6-7% qarazirənin tumunun jımığı, 3% də hardasa 3% də ya bir dəfə alaqanqal, bir gün alaqanqal, bir gün də balqabağı verdik ki, o dediyim kimi hər gün verilsə o heyvanın qaraciyərinə təsir eləyə bilər, qaraciyərə zərər eləyə bilər. Bu şəkildə bunları veririk. Digər dənli bitkilərdə qarğıdalıdır, arpadır və buğdadır. Bir də kəpək, bu da bölgü belə bölmüşük ki, burada 10% buğdadır, 15% arpa, 15% qarğıdalı, 10% də kəpək. Plus da bunların üzərinə sırf həzmi yaxşılaşdırsın deyə təqribən, misal üçün belə deyim də, o yem rasionunun bir 10% miqdarında da ekstra hər bir heyvan üçün ot unu əlavə edirik ki, həzm normallaşsın. Bunların bu şəkildə üydürük ilk öncə. Bu şəkildə üydəndən sonra ıslatdığımız o jımıqlarla bu üydülmüş, bu arpa, buğda, qarğıdalı üydülmüşünü və kəpəyi birinci qarışdırırıq. Bunu qarışdırdıqdan sonra bunun üzərinə bir də ot ununu əlavə eləyəsik. Daha sonrasa bu bizim itimizin payıdır. İtə yal düzəldirik bundan. Arpa, buğda, qarğıdalıdan itə yal bişiririk. O itin payıdır. İtin payını birinci ayıraq. Ondan sonra buradan kəpəyi əlavə edib qarışdıraq. Qarışdırandan sonra yenə biraz ayırandan sonra burada otunu əlavə eləyəsik. Demək, bizim bu rasyon əsasən nə üçün bunu belə biz formalaşdırmışıq? Biz bu bir neçə illik təcrübə göstərdi ki, əvvəllər biz bu jımıqlardan istifadə eləmirdik. Ancaq qarğıdalı, arpa, buğda və kəpəkdən istifadə edirdik. Bu heyvana faydasını çox ciddi görmürdük. Nə süd keyfiyyətində ciddi bir fayda görünmürdü. Həm də heyvanlar da süd verdiklərinə görə canları zəifləyirdi. Yəni heyvanın yem yeməyinə baxmayaraq heyvanda bir irəliləyiş, inkişaf görünürdü. Amma bu jımıqları əlavə edəndən sonra həm süd verimində, südün tərkibinin zənginliyində, südün qatılığında, süddən alınan pendirin miqdarında və heyvanların özünün sağlamlığında, belə deyim də, canlanmasında ciddi faydasını gördük. Ona görə də yəni bu rasionu formalaşdırdıq. Bizim bu verdiyimiz rasyon daha çox yağ, protein və enerjidən təşkil olunur. O birinci əlavə elədiyimiz jımıqlar protein və yağla zəngindir. İkinci dənli bitkilər isə daha çox enerji ilə zəngindir. Orada tərkibində protein olan əsasən, düzdür, hamısının tərkibində protein var, amma faiz nisbəti ilə götürəndə buğda kəpəyində protein daha çoxdur. Buğdanın özündə protein var. Arpa və qarğıdalı isə daha çox heyvana enerji üçün faydalıdır. Qarğıdalının yağla da qarğıdalı zəngindir bu arada. Biz əsasən heyvanlardan, heyvanın süddən də pendir kimi istifadə elədiyimizə görə bu rasyon bizim üçün daha, belə deyim, səmərəli oldu. İndi bunu sizlə bölüşürəm, kim istəsə yoxlaya bilər və ümid edirəm ki, faydasını da görərsiniz. Əgər sizlərin də hansısa bir əlavəsi olarsa, bizlə onu bölüşsə, paylaşsa, şad olardıq. Biz də əlavə nəsə məlumat əldə eləmiş olardıq. Bunu da dediyim kimi, biz 10% miqdarında da otunu əlavə eləyəndən sonra bunu yaxşı-yaxşı qarışdırılır ki, heyvanların yemi eyni miqdarda hər birindən olsun ki, həm həzmi normal olsun, həm
heyvana faydası olsun. Yəni bir cür yemdən çox yeməsin ki, onun xeyrindən çox zərəri olasıdır. Bununla yanaşı da biz heyvanlara bir də yoncanın bu görmüş olduğumuz ot kəsənlə yoncanın bu şəkildə doğrayırıq. Bunu biz sağ olsun Şamaxıdan sifariş edib yolda hazırlayır. Ona görə təşəkkürümü bildirim. Çox faydalı bir alətdir. Bu təmiz yoncadır. İkinci biçim təmiz yoncadır bu. Təmiz yoncanı bu şəkildə doğrayırıq. Heyvanlar yemini yedikdən sonra axşam üçün veririk. Ondan əvvəl onsuz da heyvanların çölə buraxırıq. Çöldə yerə tökdüyümüz o yoncanı yeyirlər. Ondan sonra da bu da heyvanlarımızın bir saat təqribən 10-da 11-də bunu heyvanlara veririk ki, gecə səhərə qədər istədiyi yesinlər. Bizim heyvanların gündəlik yem rasyonu bu şəkildədir. Gündüzlər çöldə yeyirlər. Gedib normal çöldə, geçən videoda göstərdim sizə, tökülük yoncanı orada yeyirlər. Ondan sonra bağda, nə bilim, ərazilərdə olan otları yeyirlər. Artıq yem verəndə heyvanların qarnı tox olmuş olur. Buna da ekstra bir yem yeyirlər. Plus gecə də bunu verdiyimizə görə yenə heyvanın qarnında bu qaba yem dediyimiz ot olduğuna görə səhər də biz heyvana eyni rasyonu veririk. Yəni gün ərzində biz heyvanlarımıza 2 dəfə yem veririk. Səhər və axşam və hər birində də ortalama olaraq hal-hazırda səhər hər heyvana bir 300 qram, axşam da təqribən bir 300-400 qram yem veririk. Təbii ki, bu bala veriləndən sonra yem miqdarı hardasa 800-1 kilo ilə 1 kilo arasında dəyişəsidir. Bizim keçənki balaca köərlərdir, damazlıqlar. Bunlar ayrıca yem yeyirlər. Bunların öz rasyonu var. Bunu nəyə görə veririk? Həm bu inkişaflarına köməkdir bizim öz damazlıqlarımızda, həm də ki, hal-hazırda güclü bir çöldə ot olmadığına görə heyvan zəifləməsin deyə bunu veririk. Bunlar da səhər-axşam normal yemlərini yeyirlər. Bunların yerləri burada ayrıcadır. Çünki bunlar böyük heyvanlarla yeməkləri biraz çətin olar, həm sıxlıq olar, həm də ki, bunlar imkan verməz yem yeməyə. Bunların içindən də keçən dəfə sizdən bölüşdüm, bəziləri də bala verməlidir, yəni bir neçə dənəsi. Digərləri də indi sağlıq olsun, gələn il ya baxacaq vəziyyətə, bəlkə mart ayının sonu bu zaman alınarsa bəlkə təkə qatdıq. Bu da bizim keçilərin yemidir. Burada gördüyünüz heyvanlar musianalardır və digər bir neçə keçi. Bunlar o birisi keçilərdən qorxduğuna görə bunlara birinci yem tökülür. Bunlar tam doyandan sonra digər keçilər buraxılır. İndi videoda özünüz görərsiniz ki, o heyvanlar gələndən sonra bunlar tam çəkilib qırağa qaçırlar. Yəni musianalar onsuz da çox qorxaq bir cinsdir. Həm balacadılar bu gördüyünüz, həm də bunlar yəni o birisi keçilərlə başa çıxamırlar. Ona görə bunlar burada birinci tam doyana qədər yem yeyirlər. Ondan sonra digərləri gəlir, bunlar çəkilirlər kənara, qarınlar doyurlar. Məsələn, bu hal-hazırda bunlar indi tam yemlərini yesinlər. Bunlar hər biri, bəziləri bəlkə bir qıraqdan yerə yeməyə davam edə bilərlər, amma əksəriyyəti çəkiləsirlər kənara. Çünki digərləri daha baskındırlar da, hegemondular, belə deyək. Hətta indi sizə göstərəcəyim 2 dənə heyvan var ki, keçən videoda da gördünüz, onları ayrıca bağlayırıq. Yəni, onlar bağlanmasa, ümumiyyətcə heyvanlar yem yeyə bilməzlər. O birisi heyvanları da icazə vermirlər yem yeməyə. Onlar yavaş-yavaş doyurlar, bayaqdan yemlərini yeyirlər burada. İndi artıq digərlərini buraxaq gəlsinlər.
İndi fikir verin, bunlar gələndə o Mursiyalar avtomatik çəkiləsilər kənara. Və bayaq ki, deyir, içəridə olan heyvanların hamısı kənara çəkiləsilər. Bu Mursiyalar artıq çıxdı aradan. O digəri də çıxası da oradan. Bayaq ki, keçilərin əksəriyyəti kənara çəkiləsilər. Bunlar özləri yavaş-yavaş çıxdılar kənara. Və bu keçimizi bağlayırıq. Çünki bu açıq olsa, burada heç kim yem yeyə bilməz. Bunu bura bağlayırıq, o artıq alışıbdır və rahatcana səhərə qədər durasıdır. Bir də nə vaxt ki, heyvan çölə çıxır, onu da açmasın. Bir də bu sarı var. Bu əsas elində hegemon, o da bağlanacaq. İndi siz görəsiniz, bu bağlansa belə yenə bağlı ola belə heyvanlar ora yaxınlaşa bilir. Çünki o qədər heyvandır, basqın heyvandır. Biz yaxınlaşmışıq deyə bizim Mursiyanla gəlib yemək yeyə bildi. Yemini yeyə bildi. Amma indi yəni buna fikir verərsiniz birazdan. Bağlı olsa belə müəyyən bir məsafədən yaxına heç bir heyvan gələ bilmir. İndi bunlar hamısı çıxıb gedəsidir. Bu ərazi onundur. Bu da digər əsas ən belə deyim də tövlənin lideri budur. Bu da bağlanmasa ümumiyyətcə burada da heç kim yem yeyə bilməz. Bir tərəfə bu bağlanır, bir tərəfə də digəri. Bu şəkildə artıq digərləri rahat yemlərini yəsidir. Və bunlarda, baxın, bayaq kənarda yem yeyənlər, bunlar artıq işlərini bilirlər, çəkirlər kənara ki, yəni bizim burada işimiz yoxdur. Burada da baxın, bu keçib bağlı olmağına baxmayaraq, hələ də heç kim yaxınlaşa bilmir orada qorxusundan. Ümumi olaraq bu qədər. İnşallah növbəti videolarda görüşərik. Allah amanında.